Biz hazırda Babək rayonunun ucqar kəndlərindən biri olan Göynükdəyik. Gəlmişik ki, burada kənd həyatını, baharda olan əhval-ruhiyyəni, ab-havanı və hazırlanan dadlı yeməkləri sizlərə göstərək. Baharın gəlişi bu kənddə təkcə təqvimdə yox, dağların ətəyindəki bax bu yaşıl-yaşıl göyərtilərdə də hiss olunur. Sübh tezdən həm qadınlar, həm də bax belə həvəskar uşaqlar onlarla birlikdə göyərtiləri yığır, fərqli dadda, fərqli gözəllikdə yeməklər hazırlayırlar. Hər gün göyərti yığmağa gəlirsən? Bəli. Bəs maraqlıdır səncə göyərti yığmaq? Bəli. Əziyyət olmur sənə? Süfrəmizi bəzəyən kətənin, dovğanın dadı duzu olan bu göyərtilər məhz buradan yığılır. Dağın ətəyindən təzə, dadlı, min bir dərdin dərmanı olan göyərtlərimizi yığdıq, gəldik, artıq doğranma, hazırlama prosesindəyik. Burada bu dəqiqə hansı göyərtlər var? Qəzəyağı. Oradakı kirişdir, xıncılovuzdur, unlucadır, əvəlikdir, o da kətə pencəridir. Bir söz soruşun, bu göyərtilər hansı dərdlərə dərmandır? Həmişə deyəndə deyirlər min bir dərdin dərmanı. Qıpığımın özü börəyə çox xeyri var. Dərmana kimi istifadə edirlər, dəmləyib, içirlər. Ümumiyyətlə bütün otların hamısı dərman istifadə olunur. Hansı yeməklərdə istifadə edirsiniz bu otlardan? Qəzəyağını qaynadıb qavururuq. Əvvəlikdə yenə qurudub pişirirlər. Duraşlarda, məsələn, sıx vəşlərdə istifadə edirlər. Qalan pencərlərimizdəki olduğu kimi qəşəng kətə hazırlayırıq göyərtidən. Bir də o göyərtin içində qırmızı-qırmızı görürəm bayaqdan. O nədir elə qırmızı? Bibardır, un vurmayanda onun dadı olmaz. Gərək biraz acı olar ki, dadlı olar. Çəkmək nə qədər zövqlüdürsə, dadına baxmaq 2 qat zövqlüdür. Biz bu dəfə sizə dağ ətəyindən yeni-yeni yığılan göyərtilərlə hazırlanan isti kətəmizi və ocaq başında dadlı-dadlı hazırlanan bu dovğamızı göstərdik. Biz həm onların dadlı ləzzətini, həm də Göynük kənd sakinlərinin qonaqpərvərliyini sizə göstərmiş olduq.